Gəlin trigonometrik tənliyə aid olan belə bir sualın izahına baxaq. Demək bizə verir ki, bir üstəgəlsin 2 modulda sinus x bərabərdir kosinus 2x. Bu tənliyin həll olunmasını istəyir. Burada birin yerinə sinus kvadratı x üstəgəlsin kosinus kvadratı x yaza bilərik. Üstəgəlsin 2 modulda sinus x bərabərdir kosinus 2x da gəlin açışın yazaq. Yəni kosinus kvadratı x çıxılsın sinus kvadratı x. İndi buradan kosinus kvadratı x-lər islah olunar. Sinus kvadratı x-i də sol tərəfə keçirsək, olar 2 sinus kvadratı x üstəgəlsin 2 modulda sinus x bərabərdir 0. İndi burada gəlin sinus x-a bir t deyək və yerinə qoyub yazaq. O zaman olar 2t kvadratı üstəgəlsin 2t bərabərdir 0. Hər tərəfdən 2t-ni ortaq çıxardaq. 2t vurulsun t plus 1 olar. O da bərabərdir 0-a. İndi tənliyi əldə etsək, t bərabər 0, t bərabər -1 olar. Yəni t plus 1 bərabər 0, o zaman t bərabər -1 alınır. Yəni işarə edək t1 olsun, bu da t2 olsun. İndi gətirib burada modulda sinus x-in yerinə qoyaq. Modulda sinus x bərabərdir 0-a. Bir də modulda sinus x bərabərdir -1-ə. Bunun həlli yoxdur, boşluq olacaq. Çünki moduldan mənfi çıxmır. Yəni modul ifadə mənfi ədədə bərabər ola bilməz. İndi gəlin bunu həll edək. Sinus x bərabər 0. Bu xüsusi aldım. Sinus x bərabər 0-da x bərabər pi n olur. Yəni cavab olacaq Y variantı.